Qorxmayın, aqrableniya deyil. Salam aleyküm. Qaqaş, qızların ən gözəl olduğu an 3 yaşına qədərdir. Sonra danışmağa başlayırlar. Barmen, mənə viski 1.50, yoxsa səni qaldırarım yuxarı 1.50. Salam aleyküm. Adım Saradır. Tanımadınız? Bu nə viski də var? Aygün xanımın ad gündən bundan bomba idi. Sənə bir söz deyim. Kişilər xalça kimidir. Təmiz qalmaqları üçün vaxtı-vaxtında çırpmalısan. O gün yaşılbaş gəlmişdi. Bax o. Keçən dəfə dedim ya, aktyor olacağam. Getdim papaya dedim, qovdu məni ki, bəs gedib bambula olacaqsın. Maraqlıdır, görəsən niyə belə fikirləşirlər? Bura bax, 17-dən mənə də ver. Blogger olmaq çox çətindir. Videonu çəkdin, hə nə olsun? Bunun kommentləri var. Keçən dəfə də kommentləri oxuyuram. Biri yazıb ki, bunun sırğasına bax. Bu nə açıq idi, bu nə səviyyəsizlikdir. Mənə də maraqlı gəldi, girdim profillərinə. Biri xalam, biri əmim, biri də bibimin yoldaşı. Adama nə edirsə elə özünkülər edir. Yenə kruasan. Bu xiyar da bundan başqa heç nə yemir. O təmiz əsəbləşdimi? Sizdə təzə burger var, biçik burger. Daha ver də ondan mənə. Mən pivə xoşlayıram, amma zakıskaları çox. Bizdə nə qədər zakıska olar? Bir dənə pivə istəyirsən, doldururlar zakıskanı. Nə bilim, krenki, sarımsaqlı, sarımsaqsız, düşbərə, quru düşbərə gətirirlər. Hər şey duzlu balıq, duzlu nə bilim, nə boğaz, pətənə. Pivə qalır qıraqda. Bu qədər yemək elə başa düşürəm ki, elə pivə özü zakıskadır. Qaqaş, həyatımda yediyim ən ləzzətli burger idi. Sağ ol. O gün yaşılbaş gəlmişdim. Bax o. Deyir ki, Sara adlı qaqaş yazır. Qaqaş özün sən Baxmamış olmarsan, elə mənim də epi ilə bətlım olub axı, belə üstündən bəlkə də 2-3 il keçib. O bətldan sonra Əkbər getdi Ukraynaya. Keçə həmin ərəfələr də elə 1 il keçib üstündən. Maşından düşmüşəm hava alam. Yəni də qaqaş yaxınlaşıb salamsız, zadsız. Belə elə mənə. Epi də getdi də. O gün də bara getmişdim. Girişdə məndən soruşdular ki, sən rus dili bilirsən? Dedim, yox. Buraxmadı. Get. Ha, ikinci arvadı almağa din icazə verir. Amma arvad icazə vermir də. lap tutaq ki, qaqayam. Mənə niyə cavab verirsən? Bax sən, bir həftə dönərdən yaşaya bilərsən, amma aktyor yaşaya bilər. Hər gün artist deyilir ki, toxdur. Mənim üçün sanitariya öndə gedən bir şeydir. Bir dəfə dönər yemək istəyirdim. Gördüm bir dənə dönərçi əlcəklə dönər satır. Dedim, ay Allah, qara əlcək taxmışdı belə. Gəldim dedim ki, mən dönər istəyirəm. Dönəri məndən götürdü sifariş. Ətləri başladı belə əlindən şeylə. Sonra əlindən başını qaçdı, o əlindən burnunu vurdaladı, o əlindən hər şey elədi. Mən pul verdim, pulu əlindən götürdü. Xırda istədim, xırdanın qəpikləri əlindən qaytardı. Mən belə başa düşdüm ki, bu qaqaş əlini qoyur. Təzə bir şey yazmışam. Bədaydan yadımdan çıxıb, qoy telefonda oxuyum sənə. Belə başlayıram. Təvəllüdüm deyil 90, löş ortalıqda yoxsan. Repi buraxmışam çoxdan, yay çıxıb da oxdan. Hava belə baxıram buna, bənzad əlavə eləsəm, 3 belindədir ya. Mən ümumiyyətlə it xoşlayıram, pişik xoşlamıram da. Yəni pişik də heyvandır, pişik çox sakit heyvandır. İt amma belə interaktivdir, dayanmır bir yerdə. İti gecə saat 4-də də durğusundan ki, oynayaq, deyir oynayaq, oyun başladı. Amma ayrıdan bir it gəlir belə yorğun olsan, gəl belə yalayır, oynayaq dersən. Baxın, mən evliyəm. Qızlar, evlənin. Heç bir kişi xoşbəxt olmağa layiq deyil. Aktyor sənəti çox çətin sənətdir. Pul qazanmaq üçün gündə bir dənə rola girirsən. O məsələn Johnny Sins. Hə, həkim. Hə, şəkli göndərirəm indi. Bax elə bilirsən asandır aktyor işləmək. Bax səhər Hamlet oynayırsan, günorta komediya oynayırsan, axşam da toyda gedirsən animatorluq eləməyə. Bağışla məni Shakespeare. Son zamanlar hansı qızla tanış oluram deyir. Nə qəşəng papağın var. Deyirəm, mənə eksim hədiyyə eləmişdi. Soruşurlar ki, eksin harda işləyir? Deyirəm, Temuda. Keçən dəfə də toydayam. Bir nəfər mənə yaxınlaşıb deyir ki, bəs bizim uşaq da çox istedadlıdır, evdə bütün günü meymunluq eləyir. Bəlkə ona yanva düz qoş eləyəsən, bir dənə filmə zada çəkilsin. Al. Keçən dəfə Targovda gəzirdim. 2 dənə qız qaça-qaça gəldi üstümə. Qucaqladılar, şəkil çəkdilər. Dedim, mən sənin fanatınam. Ölürəm sənin mahnıların üçün. Dedim, nə mahnı? Dedi, bir şüşə pivə. Nə bir? Oturduq 5-6 şüşə pivə içdi. Elə bunu demişdi ki, getdik otelə, başladı romantika. Mən də biraz içkili, getdim dərinə. Qız dedi ki, sən heç Joseph Abbas'a oxşamırsan ki. Dedim, sənə nə fərq var? Kayfı tut da. Mən getdim. Nömrəni bilirsən də. Adam atasının üzünə alınmaz. Qəşəng zarafat idi ha. Zarafatçıl adamsan ha. Fevralın 20-si mənim stand-up konsertimdir. Bir dənə qəşəng zarafat yazsan kommentə, məndən 2 dənə bilet sənə hədiyyə. Özü də o zarafatı səhnədə deyəcəm.
Nəysə mən getdim. Fevralın 20-si səni gözləyirəm ha. Bax zarafatınla gözləyirəm ha səni. Baxoşkan, səni 14 fevral burada svidaniya çağırıram. Gəlməyəni Lup.